məktəb illəri üçün darıxacaqsınız. Məktəb illəri üçün həyatınız əgər yaxşıdsa heç vaxt darıxmayacaqsınız. Çünki məktəb illərində darıxılacaq bir mövzu yoxdur. Bəlkə universitet illəriniz üçün bəlkə darıxarsınız, onun üçün də yox. Ən yaxşısı universitetdən sonra yaşayacağınız həyatdır. Artıq öz pulunuzu qazanırsınız, istədiyiniz ölkələrə gəzə bilirsiniz, istədiyinizi ala bilirsiniz. Bu daha yaxşıdır. Nəinki məktəbdə çox belə deyim yaşamaq. Sadəcə məktəbi nəyə görə deyirlər ki, peşman olacaqsan və yaxud baxıb darıxacaqsan? O insanlara deyirlər ki, yəni gələcəkdə çox uğurlu olmur. Deyir ki, kaş o vaxta qayıdardım və həyatımı dəyişərdim. Və belə bir sizin hal-hazırda fürsətiniz var ki, fikirləşin ki, yəni 10 il sonraya gedib peşman olmağınıza ehtiyac yoxdur. Yəni günü bu gündən həyatınızı dəyişə bilərsiniz. 10 il sonraya fikirləşin ki, gedirsiniz. Yəni o qədər arzulayırsınız ki, kaş bəs 10 il əvvələ qayıdardım 2026-cı ilə. Yəni olardım Rəşadın canlı yayımında həyatımı dəyişərdim. Kaş o vaxta qayıdardım. Gül kimi oturub kofemi içirdim, bəs kompüterdən baxırdım. Yəni günü bu gündən başladı, yəni 10 il sonraya gedib peşmançılığa ehtiyac yoxdur.